məktub var. Məktub var, belə bir məktubdur. Da göstərmirəm. Parol var da yəni. İstəmirəm parolu deyəm. Ekranda gördüyünüz bax bu göyərçin çox maraqlıdır. Yəni ayağında kod var. Başqa ölkədən hansısa bir ölkəyə və yaxud əraziyə göndərmək üçün ayağında kod var, məktub var. Bu quş Neftçalada tutulub. Yəni qədim zamanlarda bu quşlardan çox istifadə edirdilər. Yəni məktub kimi müharibə vaxtında və s. Gəlin birlikdə dinləyək. Baxın, yəni Neftçalada tutulub, ayağında da kodu var, nömrəsi var. Dinləyək birlikdə. Mart ayının 31-də tutmuşam. Bu İrandan gələn quşdur. İrandan gəlib, ayağında da üzüyü var. İran yazılıb. Nömrə neçədir oğlum bu? İran 2024 12 44 041. Hə. Ondan başqa da elə bir ayağın birində üzüyü, birində də bax bu məktub var. Məktub var, bax belə bir məktubdur. Da göstərmirəm. Parol var da yəni. İstəmirəm parolu deyəm. Yəqin ki, indi bu kimə çatacaq, kim bu kuşu gözləyir. Yəqin ki, ondur, o üçün deyilmiş. İndi düşür də bura. İndi yiyəsi görər, yiyəsinə verərik. Yox, əgər alan olar, istəyən varsa, buyursun zəng eləsin, verək geçsin. Yəni bu, mən belə kuş saxlamıram. Bu məktub daşıyan kuşdur da bu. Yəni belədir. Bu maya kuşdur. Deməli maraqlıdır ki, bu quşu hardan göndəriblər, necə göndəriblər? Deməli göyərçini tutan adam, quşu tutan adam deyir ki, bunun ayağında məktub var. Kiməsə çatmalıdır. Deməli qədim zamanlarda olan bax bu məktublaşma davam edir. O vaxtları yəni telefon olmazdı, əlaqələr tez-tez yaratmaq olmazdı insanlarla. Yalnız quşların vasitəsindən istifadə olunardı. Bax bu göyərçin isə birbaşa yəni Neftçalada tutulub. Onun sahibi kimdirsə, yəni bizə müraciət eləsin, orada kod var. O kodu desin, quş sahibinə qaytara bilərik. Yəni bu quş Neftçalada tutulub. Neftçalada tutulub, özə yəni elə bir tutulub deyəndə bu quş Neftçalada boş bir yerə düşüb qaranlıqda. Tutublar, yəni insanlar, sakinlər tərəfindən. Ayağında kod var. İrana məxsusdur və digər orada yazılar var, görə bilərsiniz. Və bundan əlavə kod var. Bu nəsə nə əlamətdir, başa bilmirəm. Yəqin ki, doğru olaraq, yəni bunun öz sahibi yəqin ki, gözləyir.